Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Qəbul imtahanına bir həftə müddət qalıb. Hər kəsə uğurlar arzu edirəm. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz. Və bununla bağlı belə bir video çəkmək istədim. 2019 və 2025-ci illərdə qəbula düşmüş ətraflı və situasiya suallarının izahına baxacağıq bu videoda. Belə videoların davamlı gəlməyini istəyirsinizsə kanalıma abunə olub mənə dəstək ola bilərsiniz. Və hansı mövzunun test izahları və ya dərs izahını istəyirsinizsə, rəylərdə də bildirə bilərsiniz. Başlayalım. Deməli, nə deyir bizim bu sualda? Müəllim ideal qaz qalınlarını nümayiş etdirmək üçün içərisində bir atomlu ideal qaz olan, həcmi 3 kub desimetr olan, həcmi 3 kub desimetrdir. V bərabərdir 3 kub desimetrə. Desimetrin kubudur. Hermetik qapalı qabı manometrlə birləşdirilir. Hermetik qapalı qab deyəndə burada V sabitdir. Bunu yadınızda saxlayın. V konstantdır. Və hermetik bağlanıbsa M-dir, N-dir. Bunlar da sabit qalmalıdır. Yəni, bunları əvvəlcədən qeyd edəyək. Dursunlar burada. Aha. Deməli, 88. Qaz üzərində hansı proseslər baş vermişdir? Uyğun qaz qanunlarından istifadə edərək manometrin göstərişinin azalmasının səbəbini izah edir. Deməli, izoxor prosesdir. Çünki ağzı bağlı qabdır. V konstantdır. V konstantdır. İndi manometrin göstərişi V konstantsa, ideal qazın hal tənliyi PV bərabər nü RT-dir. Temperatur azalırsa, P eləməlidir, azalmalıdır. Çünki izoxor prosesdə P ilə T necə asıldı? Düz asıldı. 89-cu sual. Qazın başlanğıc halının A nöqtəsi ilə təsvir olunduğunu bilərək, qazın hal dəyişməsinin qrafikinin daxili enerjinin sıxlıqdan asılıq diaqramını çəkin və cavabınıza əsaslandırın. Deməli, onu Rho-dan asılıq qrafikini çəkəcəyik. Aha. İzoxor proses olduğu üçün Rho bərabərdir M bölək V düsturundan. V sabitdir, V konstantdır. M də sabitdir, bu da konstantdır. Onda Rho nə olmalıdır? Sabit qalmalıdır. İzoxor prosesdə Rho, N, konsentrasiya bir də V sabitdir. Bu da bizim qrafikimiz çəksək, Rho sabit qalacaq. A-dan başlayacaq, daxili enerji azalacaq. Səbəb nədir? Niyə daxili enerji azalır? O bərabərdir 2-də 3 nü RT-dir. Temperatur azalırsa, daxili enerji də azalmalıdır. 90-cı sualın izahına baxaq. Eksperiment zamanı qazın daxili enerjisi neçə jol azaldığını hesablayın. Yəni, bizə qazın daxili enerjisi neçə jol azalıb, onu tapmalıyıq. Delta U bərabərdir 2-də 3, delta P vurulsun V'dir. 2-də 3, delta P'miz neçə kilopaskal azalıb? 40 kilopaskal azalıbdır. Deməli, delta P'miz neçədir onda? Delta P azalıbsa mənfi 40 kilopaskaldır. Həcmimiz 3 kub desimetrdir. 3 kub desimetr deyəndə V bərabər 3 kub desimetr. Bu da 3 vurulsun 10 üstü mənfi 3 kub metrdir. Onda burada yerinə qoysaq, delta P'yi yerinə qoyacağım 40 kilopaskal, mənfi 40 kilopaskal, 40 kilo 10 üstü 3'dür. Həcm isə neçə oldu? 3 vuraq 10 üstü mənfi 3'dür. 3 vuraq 10 üstü mənfi 3. Buradan həll eləsək, delta U bərabərdir. Bu mənfi 3 ilə 3 ixtisar elədik. Mənfi 3 ilə 3 getdi. Onda 2-də 3, 2-də 3, vurulsun mənfi 40, vurulsun 3'dür. Buradan 40 ilə da bu 40 ilə 2-ni ixtisar edərik. Burada qalar mənfi 20. 3 vuraq, mənfi 20 vuraq 3, bu da eləyəcək mənfi 180 jol. Mənfi 180 jol tapmağımız o demək ki, daxil enerji 180 jol azalıb. Növbəti sualımız. Deməli, fotoelementə aid bir sualdır. Çıxış işi 2 elektron voltdur. Çıxış
2 elektron volt. Metalın üzərinə 6,8 elektron voltluq foton düşür. Foton enerjisi 6,8 elektron voltdur. Ampermetr qapalı dövrdə fotocəryanın şiddətinin sıfıra bərabər olduğunu göstərir. Tamam. Yəni qapalı dövrədir, amma ampermetrin göstərişi nə imiş? Sıfır imiş. E0'dır yəni. 88-ci sualda bizə nə deyir? Ampermetrin göstərişinin sıfıra bərabər olmasını izah eləyin. Deməli, ampermetrin göstərişinin sıfır olmasının səbəbi nədir burada? Burada deməli, dövrəni tərs qoşublar. Yəni, katodu mənfiyə, anodu müsbətə qoşublar. Daha doğrusu, anodu mənfiyə, katodu müsbətə qoşublar. Tərs gərginlik veriblər. Tərs gərginlik olanda nə olur? Elektronlar buradan çıxır, anoda doğru hərəkət eləməyə başlayır. Biz anodu mənfiyə qoşduğumuza görə elektronu anod nə edir? İtələyir və bunu saxlamağa çalışır. İndi əgər dövrədə cərəyan yoxdursa, deməli elektronlar anoda gəlib çata bilmir. Həmin buradakı gərginlik onda nədir? Saxlayıcı gərginlik. Yəni bizim mənbənin gərginliyi saxlayıcı gərginliyə bərabər və ya ondan böyük olmalıdır ki, cərəyan keçməsin. Deməli, mənbənin gərginliyi saxlayıcı gərginlikdən nə olmalıdır? Böyük bərabər olmalıdır. Saxlayıcı gərginliyi də biz buradan tapa bilərik. Einstein tənliyinə görə Y foton bərabərdir. A çıxış plus Y saxlayıcıdır. Buradan Y saxlayıcını tapsaq, Y foton çıxılsın nədir? A çıxışdır. Foton enerjisi 6,8 elektron voltdur. Çıxılsın 2 elektron volt. Onda buradan alırıq ki 6,8 elektron volt. Elektron voltu ne yazağın? Elektron volt çıxaq 2 elektron volt. Onda Y saxlayıcı bərabərdir 4,8 elektron volta. Bu saxlayıcı da bərabərdir 4,8 volt. Yəni bizim gərginliyimiz U 4,8 voltdan böyük bərabər olduğuna görə dövrədən cərəyan şiddəti keçmir. Yəni fotocəryan sıfıra bərabərdir. 89-cu sual. Katodun səthətindən qopan fotoelektronların maksimal kinetik enerjisini tapın. Yəni Einstein tənliyini yazsaq, Y foton bərabərdir A çıxış plus Y kinetikdir. Buradan Y kinetiki tapsaq, Y kinetik bərabər olacaq. Y foton çıxılsın A çıxış. Fotonun enerjisi 6,8 elektron volt çıxılsın 2 elektron volt. 2 elektron volt. Bu da eləyir 4,8 elektron volt. 90-cı sualda bizə nə deyir? Deməli, fotoeffektin qırmızı sərhəddinə uyğun dalğa uzunluğunun hesablayın. A çıxış bərabərdir. HC belə lambda maxdır. Lambda max. Buradan lambda max'ı tapsaq, lambda max bərabərdir. HC bölünsün A çıxış olacaq. Gətirib yerinə qoysaq, lambda max bərabərdir. H-ımız Planck sabitidir. 6,4 vurulsun 10 üstü mənfi 34'dür. Vurulsun. S'imiz 3 vuraq 10 üstü 8'dir. 3 vuraq 10 üstü 8. Bölünsün. A çıxışda 2 elektron voltdur. 2 vurulsun 1 elektron voltda veriblər. 1,6 vurulsun 10 üstü mənfi 19'dur. İndi ixtisarlarımızı eləsək buradan. 2'yi 1,6'ya vuranda 3,2 eləyir. 6,4'dən 3,2'ni ixtisar eləsək buradan biz. Deməli bu 6,4'dən 1,6, 2. İxtisar getdi. Burada qaldı 2. 2'ni 3'ə vuranda 6. 10 üstü mənfi 34'dən 10 üstü 8'i aparsaq. Burada 10 üstü mənfi 28 qalır. 10 üstü mənfi 28'dən də 10 üstü mənfi 19 gedəcək. Qalacaq 10 üstü mənfi 9. Vuraq 10 üstü mənfi 9 metr. Bu da 6 nanometr olacaqdır. Növbəti suala baxaq. Deməli, dəyişən cərəyanla bağlı bir sualdır. Ampermetr və tezliyini tənzimlənə bilən dəyişən cərəyan mənbəyidir. Ampermetr və induktivliyi 0,6 Henry olan sarğaca malik dövrənin sxemi verilmişdir. Dəyişən cərəyanın dövrü tezliyi omega artdıqda sarğacın induktiv müqaviməti necə dəyişər? Aha. Bizdən deyir ki, dəyişən cərəyanın tezliyini artıranda 88-ci sualda
Dəyişən cəryan tezliyini artıram. Omega artdı. Sarğacın induktiv müqaviməti necə dəyişər? Yəni XL-i soruşur bizdən. XL bərabərdir omega L-dir. XL burada omega artırsa XL nə etməlidir? Artmalıdır. Dəyişən cəryan dövrü tezliyi omega 100 Hz olduqda 89-da omegamız 100 Hz-dir. Gərginliyin amplitud qiyməti UM bərabərdir 300 voltdur. UM-imiz 300 voltdur. Dövrədəki cəryan şiddətinin amplitud qiymətini hesablayın. UM bərabərdir UM bölünsün XL-dir. UM 300. XL-in yerinə omega L qoyuruq. Düsturdan görürük. Omegamız neçədir? 100-dür. L-imiz isə 0,6 Henry'dir. Bıraq 0,6-ya. 300-ü böləcəyik. 0,6 100-ə vuranda 60-a, o da olacaq 5 amper. Amplitud qiymət 5 amperdir. Dövrədəki gərginlik U bərabərdir. 90-cı sual. U bərabərdir 300 sinus 100 t'dir. Qanun ilə dəyişdiyi hala uyğun rəqsin periodunu hesablayın. Koordinat oxlarında uyğun qiymətləri yazmaqla cəryan şiddətinin zamandan asılılıq qrafikində çəkin. Deməli, periodu tapmaq üçün omega bərabərdir 100-dür. Bu belə. Omeganın yerinə yaza bilərik 2pi bölək t. Omega buna bərabərdir. Yəni, omegaya bərabərdir. Buradan t'yi tapsam, t bərabərdir 2pi bölək omega olacaq. Onda 2 vurulsun 3 bölünsün 100. Periodumuz 0,6 saniyədir. Period budur. Cəryan şiddətinin zamandan asılılıq qrafikinə baxsaq, sarğac olan dövrələrdə cəryan şiddəti U cəryan şiddətini pi bölü 2 qədər qabaqlayır. Necə olur yəni? Baxın, gəlin istisi bunu sübut eləyəyin. U bərabərdir. UM yəni 300 sinus 100 t qanunundan dəyişir. Bunu bildik. İndi cəryan şiddəti nəyə bərabərdir bəs? EHG-ni bilirik ki, EHG bərabərdir L delta I bölək nədir? Delta t. Yəni, başqa sözlə EHG bərabərdir L I-nin zamana görə birinci tərtib törəməsi. Yəni, mən I-dən bir dəfə törəmə alanda nəyi verəcək bizə? EHG-ni verəcək. Yəni, başqa sözlə EHG nədir? O götürə bilərəm. Belə deyə bilərəm. Aha. İndi buradan bir dəfə törəmə alanda onu verirsə, onda bunun törəməsinə baxsam, necə eləyəcəm? EHG-ni baxalım. I-dən törəmə alım, sinus verir. Onda I nə olmalıdır burada? I kosinusoid olmalıdır ki, ondan törəmə alanda mənə sinusoidi versin də, düzdürmü? Amma mənfi kosinusoiddə. Çünki qarşıda bir mənfi var. Onda onun zamandan asılılıq qrafikini çəksək, onun t'dən asılılıq qrafiki sinusoiddir, belədir. I-nin zamandan asılılıq qrafikini çəksəm, onda necə olacaq? I-nin t'dən asılılıq qrafiki isə bu şəkildə olacaqdır. Aha. İndi fikir versəz, mən I-dən pi bölü 2 qədər qabağa gedəndə nəyi alıram? Unu alıram. Onda o sinusoidlə dəyişibsə, I mənfi kosinusoidlə dəyişib. Və periodumuzu necə tapdıq? 0,6 saniyə. Periodu tapanda 4 dənə dilimizi ayırdıq bu şəkildə. Hara düşəcək? Bura düşəcək. 0,6-dır. Bəs amplitud IM-i necə tapmışıq? 5. IM-i 5 amper tapmışdıq. Bura 5. Burada nə olacaq? Mənfi 5 olacaqdır. Burada tapmışdıq. Bunu bir qayda olaraq yadınızda saxlayın ki, aktiv müqavimət olan dövrələrdə U ilə I eyni fazda rəqs edir. Kondensator olan dövrələrdə I unu qabaqlayır. Sarğac olan dövrələrdə isə U I-ni pi bölü 2 qədər qabaqlayacaq. 58-ci sual. Bu sualı bundan əvvəlki videoda da izah eləmişdim. Bundan əvvəlki videoda da baxa bilərsiniz. Orada isə tək ətraflı suallar yox, qəbul imtahanlarında istifadə olunmuş çətin tipli sualların izahına baxmışdıq. İndi baxalım burada 58-ə. Nə deyir bizə?
İki müstəvi kondensator sxemdə göstərildiyi kimi birləşir. Bunlar necə birləşib burada? Ardıcıl birləşib. Ardıcıl birləşmədə Q nədir? Sabitdir. Q konstant. Bunu bildik. İndi bizə nə deyir? Birinci kondensatorun elektrik yükü, gərginliyi və enerjisi cədvəldə göstərilmişdir. Yəni bizə cədvəl veriblər. Birinci kondensatorun yükünü, gərginliyini, enerjisi verib. İkinci kondensatorun üçün bu kəmiyyətlərin ifadələrini cavab vərəqindəki cədvəldə verilmiş uyğun boş xanalara doldurun. Yəni cavab vərəqində orada veriblər cədvəli, ona uyğun düzəldəcəyik. İndi bu Q1-dir. Q1 bərabərdir Q-yə. Dedik ki, ardıcıl birləşmədə yük nə olur? Sabit qalır. Onda Q2 də bərabərdir Q2. Tamam. Digər tərəfdən gərginliyə baxsam, O bərabərdir Q bölək S-dir. Buradan O1 üçün yazsam Q bölək S olacaq. O2 üçün yazsam isə Q bölək 3S-dir. İndi Q bölək S bizə nəyi verir? Onu verirmi? Bu U-dur. Bəs Q bölək 3S nəyi verər bizə? U bölək 3 verəcək. 3 dəfə azalacaq. Enerji üçün yazsam Q sabitdir. Onda yazaram Q kvadratı bölək 2S. Fikir versəz, enerjidə tutumla necə asıldı? Tərs asıldı. İndi birinci kondensatorun tutumu S-dir. İkinci kondensatorun tutumu 3S olduğu üçün, bax belə oldu. Buna bir Q dedik. İkinci kondensator üçün yazanda enerjini isə yazacağım Q kvadratı bölək 3 vurulsun 2S. Buna nə demişik? Bir W demişik. Q deyil daha doğrusu W'dur. Onda bu da nə olacaq? W bölünsün neçə? 3. Bu şəkildə eləyəcəyik. 59-cu sual. Deməli 59-da nə deyir? Kütləsi 2 kiloqram olan cisim təcilinin zamandan asılı qrafiki təsvir olunmuşdur. Hərəkət istiqamətində cisimə təsir edən əvəzləyici qüvvənin ilk 4 saniyə müddətində işini hesablayın. Başlanğıc sürətdə 0-dır. Başlanğıc sürət 0-dır. Əvəzləyici qüvvənin gördüyü kinetik enerjinin dəyişməsinə bərabərdir. Delta'ya kinetik yazıram. Başlanğıc sürət 0 olduğuna görə başlanğıc kinetik enerjini də 0 götürürük. Onda elə əvəzləyici qüvvənin gördüyü iş nəyə bərabərdir? Kinetik enerjiyə bərabərdir. Kinetik enerji nəyə bərabərdir bəs? mv kvadratı bölək 2-yə bərabərdir. M-imiz 2-dir. Bölək 2. V tapmalıyıq. AT qrafikidir bu. V nəyə bərabərdir? V0 plus AT-dir. V0'ımız 0 olduğuna görə elə AT olacaq. Ayımız 2 vurulsun 4. Oldu neçə? 8. Vuraq 8. Bu da olacaq 8 joule. Növbəti sualımız vakuuma aid bir sualdır. Vakuum dioduna aiddir. Vakuum diodun volt-amper xarakteristikası öyrənmək üçün şəkildə təsvir edilmiş dövrə yığıldı. K açarı açıq olduqda ampermetr dövrədə cəryan olmadığını, qapalı olduqda isə dövrədə cəryan keçdiyini göstərir. Gərginliyi 40 volta qədər artırdıq. Yəni, gərginliyimiz 40-dır. 40-a qədər artırmış. Ampermetrin göstərişi 32 milliamperə qədər artdı. O 40 volta qədər artıranda ampermetrin göstərişi də 32 milliamperə qədər artıbdır. Dəyişir. Ampermetrin göstərişi dəyişmir. Aha. Artmasının gərginliyin sonraki artmasında ampermetrin göstərişi dəyişmir. Onda bu nə deməkdir? Doyma cəryan şiddətidir. İndi K açarı qapalı olduqda dövrədə cəryan keçməsinin səbəbini izahləyin. K açarını bağlayanda fikir versəz közərmə telidir bu. Bu közərmə telindən cəryan keçir və közərmə teli nə edir? Spiral qızır. Közərmə teli qızanda katod qızır. Katod qızarkən, bax yazırsınız necə 88-i. 88-i yazanda belə yazırıq. K açarını bağlayanda közərmə teli qızır. Közərmə telindən cəryan keçir və istiliyə ayrılır. Közərmə teli katodu qızdırır. Qızdırır. Qızdırılmış metal özündən nə edirdi? Elektron buraxırdı və katoddan elektron çıxır. Elektron çıxır. Bu hadisə termoelektron emisiya deyilir.
Katoddan elektron çıxır və başlayır hara çıxır və anoda gedir. Çünki anod müsbət yüklüdür. Anoda doğru hərəkət edir və dövrə qapandığı üçün cəryan keçir. Anoda doğru gedir və dövrə qapanır. Qapanır. Cəryan keçir. Bu şəkildə yazacağıq. 89-cu sual. K çarını qapadıqdan sonra katoddan temperaturunun qərarlaşmış qiymətində vaid zamanda onu tərk edən elektronların sayını tapın. Yəni burada qərarlaşmış qiymət deyəndə biz K çarını bağlayırıq, başlayır çözəlmə tövlə qızmağa və katodu qızdırır. Müəyyən bir müddətdən sonra o temperatur qərarlaşmış, yəni bir qiymətə çatır, sabit qiymət alır. Və ondan sonra elektronlar çıxır. Yəni, temperatur artdıqca çıxan elektronların sayı artır. O qərarlaşmış temperaturda daha elektron məsələn, tutaq ki, hər saniyə 100-ü çıxır. İndi bizə lazımdır ki, vaid zamanda tərk edən elektronların sayını tapaq. Onu da doyma cəryan şiddətindən tapacağıq. Doyma bərabərdir n-yə bölək t-dir. Buradan n-i tapsaq, n bərabərdir doyma vıraq t bölək e olacaq. Onsuz da t vahiddir, yəni 1 saniyədir. Doymamız 32 vıraq 10 üstü mənfi 3. T yerinə 1 yaza bilərsiniz. Elemental yükümüz isə 1,6 vurulsun 10 üstü mənfi 19. Bunu da belə yaza bilərik biz. 1,6'yı belə yazacağım. 32 vıraq 10 üstü mənfi 3. 1,6'yı da yazıram. 16 vıraq 10 üstü mənfi 20. Bunları ixtisar eləsək buradan 2 qalacaq. 2, 10 üstü mənfi 20 də yuxarı qalsa 10 üstü mənfi 3 ilə 10 üstü mənfi 20 gedər. Qalar nə? 10 üstü 17. Sayda elektron çıxacaq. Situasiyada verilən şərtlərdə görə koordinat oxlarında uyğun qiymətləri qeyd etməklə vakuum diodunun vaxtının cavab vərəqində qurun. Qrafikin uyğun hissələrində cəryan şiddətinin dəyişməsinin səbəbini izah edin. Deməli, 90-cı sualda nə olacaq? Biz vaxt qrafikini qurmalıyıq. Vaxt qrafiki dediyimiz i-nin u-dan asılı qrafikidir. I-nin u-dan. Belə bir qrafikdir. Bax, doyma cəryan şiddəti 32 milliamperdir. Bura doyma cəryan şiddətidir. Və gərginliyimiz neçədir? 40 voltdur. Bunun səbəbi nədir? Yazırıq ki, gərginliyi artdıqca anoda çatan elektronların sayı artır. Gərginliyin 40 volt olanda gərginliyimiz u bərabərdir 40 volt olanda balonun içində olan bütün elektronlar anoda çatır və cəryan şiddəti özünün maksimal qiymətini alır. Sonrakı sualımız, alpinistlər dəniz səviyyəsində 1260 metr hündürlükdədir. Aşımız 1260 metrdir. Hündürlükdə düşərgə salaraq istirahət etməyə qərar aldılar. Dəniz səviyyəsində atmosfer təzyiqi, dəniz səviyyəsində, yəni P0-ımız 760 millicivə sütunudur. Olub hər 12 metr yüksəkliyə qalxarkən, h bərabərdə 12 metr yüksəkliyə qalxarkən, hər 12 metrdə 1 millicivə sütunu neyiniyir? Azalır. Bizə nə deyir? Doyan su buxarının təzyiqinin temperaturdan asılılıq cədvəli aşağıda verilmişdir. Cədvəldən istifadə edərək bu hündürlükdə suyun hansı temperaturda qaynayacağını təyin edin. Deməli, ilk öncə biz 1260 metr hündürlükdəki təzyiqi tapmalıyıq. Yəni 58-ci sualı yazanda birinci işimiz, yəni 1260 metr hündürlükdə atmosfer təzyiqi nə qədərdir? Onu tapmalıyıq. Onun üçün belə bir düsturumuz var. P bərabərdir P0 çıxılsın. Hər 12 metr yuxarı qalxdıqca atmosfer təzyiqi nə qədər azalır? 1 millicivə sütun azalır. Onda yazaram ki, deməli, 1260 bölünsün 12. Bu da olar 760 çıxılsın 1260'da 12'ye böləndə 105 olacaq. Bu da olur 655 millicivə sütunu. Deməli, 1260 metr hündürlükdə 655 millicivə sütundur. Bəs 655 millicivə sütununda su hansıdır? Doyan su buxarı neçədir?
temperaturu 95. Deməli 95 dərəcədə su nə edəcək? Qaynayacaqdır. 95 dərəcədə su qaynayır. Qaynama temperaturu 95 olacaq. Təzyiqdən düz asılıdır qaynama temperaturu. Təzyiq azalırsa qaynama temperaturu da azalmalıdır. 59-cu sual. Çaydandakı suyun kütləsinin 5 kiloqram və başlanğıc temperaturu 15 dərəcədir. M bərabərdir 5 kiloqram. T1 temperaturu 15 dərəcə Selsidir. Suyu qaynama temperaturuna çatdırmaq üçün nə qədər istilik miqdarı vermək lazımdır. İndi məsələ buradakı dağın üzərində eləyirlər də bu prosesi. Həmin o dağda qaynama temperaturu nə qədər oldu? 95 dərəcə. 100 götürmək olmaz burada da. 95 dərəcə Selsidir. İndi istilik miqdarı, verilən istilik miqdarını tapsam, Q bərabərdir Cm delta T'dir. Və burada C'miz 4 kilojoldur. 4 kilojol. Vurulsun, kilojol bölünsün, kiloqram vuraq Kelvindir, vahidi. Kelvin. Vurulsun 5, vurulsun delta T. Neçəyə gəlib? 15-dən 95-ə gəlib, onda 95 çıxır, 15, 80 deyəcəkdir. Buradan 5'i 80'e vuranda eləyir 400, 400'ü də 4'e vuranda eləyir 1600 kilojol. Bax, bu qədər enerji sərf olundu. 60-cı sual nə deyir bizə? Bunu biraz yer eləyək buradan. Odun xüsusi yanma istiliyi 8 megajol olarsa və istiliyin 50% suyun qızmasına sərf olunursa, suyun qaynama temperaturuna çatdırmaq üçün neçə kiloqram odun yandırmaq lazımdır? Yəni biz odunu yandırırıq və odunun yanması zamanı ayrılan istilik miqdarının 50%-i suyun belə deyək də qaynama temperaturuna çatdırmaq üçün, suyu qızdırmaq üçün, yəni 95 dərəcəyə qədər. Neçə kiloqram deyir odun yandırmaq lazımdır? Amma onda belə deyək də, burada odunun yanması zamanı ayrılan istilik miqdarı nəyə sərf olunur? Suyun qızmasına. Suyun qızmasına. Burada bir şeyə fikir verməlisiniz. Odunun yanması zamanı hamısı suyun qızmasına getmir. 50%, yəni yarısı gedir. Onda bunu 2-yə nə etməliyik? Bölməliyik. Və burada üstürdən istifadə eləsək yazacağıq ki, Q vurulsun M odun bölünsün 2 bərabərdir. Cm su delta T. Bax, bunu yaza bilərik. İndi biz burada Cm delta T'ni onsuz da tapmışıq. Nə qədər tapmışdıq? 1600 kilojol. Buradan M'i tapsam, M bərabərdir. 2'yə vuracam buranı. 2 vurulsun 1600 kilojol. 1600 kilojol. Bunu da belə yaza bilərik də. Kilo 10 üstü 3'dür. 2 sıfır da burada var. 10 üstü 5 yazıram. Bölünsün Q'ya, yəni xüsusi yanma istiliyinə. Q'ümüz neçədir bəs? 8 mega. 8 vuraq 10 üstü 6'dır. Buradan bu 16 ilə 8'i ixtisar eləyərəm. Burada qalar neçə? 2. 2'yi 2'yə vuranda 4 eləyir. 4. 10 üstü 5 ilə 10 üstü 6'ya apararam. Qalar 10. 4 bölək 10 olur. Bu da olur 0,4 kiloqram. Növbəti sualımız. Dəyişən cəryan dövrəsi ilə bağlı yenə bir sualımız var. Deməli, eğer 40 ohm olan rezistoru indüktiv müqaviməti XL 30 ohm olan sarğac şəkildəki qoşulmuşdur. Yəni belə bir şəkil veriliblər. Rezistorun müqaviməti 40 ohmdur, indüktiv müqaviməti isə 30 ohmdur. Yığılmış dövrənin sxemini çəkin. Çəkən sxemi. Dəyişən cəryanı belə işarə edirdik. Dalğavari xətt ilə. Bax belə. Gəlirik. Burada sarğacımız var. Bura bir sarğacı qoyduq. Sonra açar. Açarıdır. Rezistor. Burada bir ampermetr qoşublar. Belə bir ampermetr. Və son. Bu oldu 58. Sonra L-i də yaza bilərsiniz bura. L neçədir? 30'dur. XL'dir daha doğrusu. L deyil. L verilməklə indüktiv müqavimətdir. Bu da L'dir. Hansı müqavimətdə istilik miqdarı ayrılar?
Ampermetrin göstəricisi 2 amper olarsa, həmin elementdə 5 saniyə müddətinə ayrılan istilik miqdarını hesablayın. Dəyişən cərəyan dövrələrində ayrılan istilik miqdarı rezistorda olur. Rezistordan cərəyan keçəndə, dəyişən cərəyan keçəndə istilik miqdarı ayrılır. Sarğac və kondensatorlarda istilik miqdarı ayrılmır. Ona görə yazırıq ki, rezistorda ayrılacaq. Həmin o rezistorda ayrılan istilik miqdarı Q bərabərdir I təsir edicinin kvadratı R-T'dir. İndi burada bizə deyir, ampermetrin göstərişi 2 amperdir. Elə ampermetrin göstərişi nədir? Təsir edici qiymətdir. Bu 2 amperdir. Bunu verib bizə. Və yaxud da IM kvadratı R bıraq T bölək 2 yaza bilərsiniz. Amma təsir edici qiymət olduğuna görə də onu yazmıram mən bura. Ondan I təsir edici 2-dir, 2-nin kvadratı. Vuraq R-imiz 40-dır. Vuracam 40-a, vuracam 5-ə. Bu da olacaq 800 Joule. Sonra dövrənin tam müqavimətini hesablayın. Bu 59-cu sual idi. 59 idi. 60-cı sual. Tam müqavimət Z bərabərdir kökün altında R kvadratı. Üstə gələk XL çıxaq XC-in kvadratıdır. Burada kondensator yoxdur. Ona görə XC-dən söhbət getmir. Olur XL-in kvadratı. Yəni R-imiz 40-dır. 40-ın kvadratı. Üstə gələk XL-imiz isə neçə idi? 30 idi. 30-un nəyi? Kvadratı. Buradan da çıxacaq 50. Növbəti suala baxaq. Kondensatorla bağlı bir sual deyinəm. Elektrik tutumu mövzusunu izah edərkən müəllim elektrik tutumu 40 pikofarad olan yüklənmiş müstəvi hava kondensatorunun lövhələrinə elektrometr birləşdirdi. Lövhələr arasındakı gərginlik 16 voltdur. Lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda elektrometrin göstərişi necə dəyişər? Elektrometr gərginliyi ölçən bir cihazdır. U bərabərdir Q bölək C-dir. C-nin düsturu nədir bəs? C bərabərdir epsilon 0 S bölək dedim. İndi məsafəni nədir? 2 dəfə azaltdıq. Məsafə 2 dəfə azaldığı üçün tutum 2 dəfə artır. Tutum 2 dəfə artırsa, onda gərginlik neyəcək? 2 dəfə azalmalıdır. Çünki tutumu mən 2 dəfə artırsam, o neyir? 2 dəfə azalır. Bu şəkildə yazırsınız. Yazırsınız düsturu C bərabərdir epsilon 0 S bölək dedi. Elektrik tutumu D ilə tərs asıldı. Məsafəni 2 dəfə neynədik? Azaltdıq. Onda tutum 2 dəfə neynəyəcək? Artacaq. U bərabər Q bölək C düsturuna görə tutum 2 dəfə artırsa, gərginlik də 2 dəfə azalır. Yəni elektrometrin göstərişi 2 dəfə azalacaq. Kondensatorun elektrik yükünü hesablayın. Kondensatorun elektrik yükünü tapanda 59-cu sualda Q bərabər nəyə? C-udur. Buradan yazaram ki, C-imiz neçədir? 40 pikofaraddır. Vırılsın neçə? 16. Bunu da belə yazsaq, deməli 40-ı 16-ya vuranda 64, bir dənə də 0 qoysaq yanına 640 pikoklon olar. Bu şəkildə. Sonra kondensatorun lövhələr arasındakı məsafəni azaltdıqdan sonra onun elektrik sahəsi enerjisini tapın. Məsafəni azaltdıqdan sonra deyir, onda belə deyək, 60-cı sual. İndi məsafəni azaldandan sonra tutum neçə dəfə artdı? 2 dəfə artdı. Tutum əvvəlcə 40 pikofarad idi, C1 40 idisə, məsafəni 2 dəfə azaltdım. Məsafə 2 dəfə azalanda C2 nəyə bərabər olacaq? 80 pikofarad. Bunu bilək. Digər tərəfdən gərginlik 2 dəfə neynədir? Azaldı. Gərginliyin U1 qiyməti 16 idi. U2 nəyə bərabər olacaq onda? 8 volt. Bizə deyir ki, azaldandan sonra elektrik sahəsi enerjisi W bərabərdir CU kvadratı bölü 2. Amma C2, U2 yazmalıyıq bura. C2'miz neçədir? 80. Vırılsın. U2'miz 8'dir. 8'in kvadratı bölünsün 2. Bu da olur 40 vuraq 64. 40'ı 64'e vursam 16.
4 altın 24, bir də da 25, bir dənə də 0 atacaq bura. Pikojoule. Çünki niyə? Piko ilə veriblər. Enerjimiz tutum pikofarad idi ona görə. Növbəti suala baxaq. İçərisində distillə olunmuş su olan qaba 2 elektrod daxil edilmişdir və onlar şəkildə göstərildiyi kimi sabit cəryan mənbəyi qoşulub. K açarı qapadıqda lampa közərmir. Qabda gümüş nitrat duzu həll edərkən açarı yenidən qapayırlar. Müqaviməti 5 ohm olan lampa közərir və ampermetrin göstərişi də 2 amper olur. Tamam. K açarı qapadıqda gümüş nitrat duzunun suda həll olması nəticəsində hansı hadisə baş verir və dövrədə cəryan yaranır? Yazırıq ki, gümüş nitrat duzunu suda həll eləyəndə dissosiasiya eləyir. Dissosiasiya nədir? Duzların iyonlara parçalanmasıdır. Yəni, gümüş nitratı suda həll eləyəndə gümüş müsbət, bir də plus NO3 mənfi iyonuna parçalandı. Və başlayır gümüş katoda doğru hərəkət eləyir. Çünki katod mənfidir, anod müsbətdir. Gümüş müsbət iyonları katoda doğru, NO3 mənfi iyonları isə anoda doğru hərəkət eləyir. Dövrə qapandığı üçün cəryan keçir. Bu şəkildə yazırsınız. Yazırsınız gümüş nitrat duzunu suda həll eləyəndə dissosiasiya eləyib müsbət mənfi iyonlara parçalanır. Müsbət gümüş iyonla mənfi NO3 iyonuna parçalanır. Və bunlar nizamlı hərəkət eləməyə başlayır. Gümüş müsbət iyonları katoda doğru gedir. NO3 mənfi iyonları isə anoda doğru hərəkət eləyib dövrəni qapayırlar və cəryan yaranır. 59-cu sual. K açarı qapadıqda 2 dəqiqə ərzində katod üzərində ayrılan gümüşün kütləsini tapın. Gümüşün kütləsini tapmaq üçün M bərabərdir K2-dür. K2-nün yerinə yazırıq IT. İndi bizə cəryan şiddətini veriblər 2 amper. Burada veriblər 2 amperi. Onda K da 1,1 milliqramdır. Yazırıq 1,1 vurulsun 2 vurulsun T'imiz neçədir bəs? 2 dəqiqə. 2 dəqiqədə 120 saniyədir. Bu da eləyəcək. Deməli 1,1'i 2'ye vuranda 2,2, 2,2 120'ye vuranda 0 atıram tamlar gedir. 12 vuraq 22 oldu. 12 22'ye vuranda da o da eləyir 220, 264. 264 milligram gümüş ayrılacaqdır. K açarı qapadıqda lampada ayrılan gücü hesablayın deyir. Lampada ayrılan güc P bərabərdir I kvadratı R ilə tapacaq. İ'miz 2'dir. 2'nin kvadratı. R'imiz neçədir bəs? 5'dir. Vuracam 5'ə. Bu da olacaq 20 watt. Ayrılan güc də budur. Növbəti sualımız. Sizə təqdim olunmuş situasiyaya diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 58-60-cı sualları həll edək. Tapşırıqlarda alınan nəticələri digərində də istifadə edə bilərik. Müqavimətləri R1 12 və R2 6 ohm olan közərmə lampaları sabit gərginlik mənbəyinə qoşulmuşdur. 58. K açarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? İlk öncə gəlin buradakı dövrəni quraq. Bax, bu dövrəmiz necə qoşulub ona baxmaq lazımdır. Müsbətdən gəlir cəryan, bax, gəldi burada 2 yerə bölündü. Bölünürsə, bu necə birləşmədir? Paralel birləşmədir. Onda mən bunun sxemini şərti olaraq çəksəm, belə çəkəcəm. Bura bir dənə K açarı qoyduq. Bura bir lampası, burada digər bir lampanı qoyduq. Bu birinci lampa olsun, bu da ikinci lampa. Gətirib birləşdirdik belə. Paralel birləşmədə ular sabitdir. Onda U1 bərabər nəyə? U2 deyə bilirik. Digər tərəfdən cəryan şiddəti I bərabərdir U bölə yerdir. Onda mən burada I1 üçün yazsam, yazacağım U bölünsün R1. R1'imiz neçədir? 12'dir. Böləcəm 12'yə. I2 üçün yazsam nə yazacağım? U bölünsün R2, o da 6'dır. İndi harda cəryan daha çoxdur? Təbii ki, I1 kiçik nədən? I2'dən. Cəryan harda böyüksə, orada beləliklə lampanın parlaqlığı da daha böyük olacaq. Onun görə ikinci lampa daha parlaq yanacaqdır. 59.
Eyni zaman müddətində lampalarda ayrılan istiliş miqdarlarının nisbətini tapın. 59, bax, istiliş miqdarı Q bərabərdir U kvadratı bölək R vıraq T'dir. Niyə bu düsturdan gedirəm? Çünki paralel birləşmədə U sabitdir. Q R ilə necə asıldı? Tərs asıldı. Onda yazarıq ki, Q1 bölək Q2 zamanlar eynidir, ular eynidir. Necə asıldı? Tərs. R2 bölək R1 yazmalıyıq. R2'miz 6, R1'imiz neçədir bəs? 12'dir. Bu da olacaq 0.5. Nisbət budur. Mənbənin sıxaclarındakı gərginlik 9 volt olarsa, 8 saniyə müddətində dövrədə ayrılan istiliş miqdarı nəyə bərabərdir? Ümumiyyətcə, dövrədə ayrılan istiliş miqdarından söhbət gedirsə ki, ümumi istiliş miqdarı həm R1-də, həm R2-də ayrılan istiliş miqdarlarının cəminə bərabər olmalıdır. Q1 üstəgələ Q2-yə bərabər olmalıdır. Yəni, Q1-in yerinə yazıram. U kvadratı bölək R1 vıraq T. Üstə gələk U kvadratı bölək R2 vıraq T yazacağım. Buradan da U'muz. U kvadratı T'ni çıxardıram qarşıya. U kvadratı T çıxdı qarşıya. 1 bölək R1 üstə gələk 1 bölək R2'ni aldım. Bu şəkildə yazdıq. Yerinə qoyub yazsam onda U'muz neçədir? U'muz 9'dur. 9'un kvadratı vıraq 8. Vurulsun R1, R2. Bunlara ortaq məxrəc 12'dir. Digər tərəfdən burada 12 12'ye bölündə 1, üstə gəlsin 2, 3 oldu. Bu şəkildə elədik. İndi buradan ixtisarlarımızı eləsək, burada neçə qalacaq? 4. Bu 4 ilə 8 aparsam, burada qalır 2. 81'i də vuracaq 2'yə, o da eləyəcək 162 joule. Baxalım, bir dənə səhvimiz olmasın. U'muz 9'dur. Kvadratı 81. 8 saniyə müddətində 8. R1, R2. R1'imiz 6. R2'miz 12'dir. Hər ikisinə R1'imiz 12, R2'miz 6'dır. Hər ikisinə ortaq məxrəc 12 olur. 12'ye 12'ye bölündə 1. 12'yi də 6'ya bölündə düşür 2. Üstə gəlində 3 olur. Bəli. Onda olacaq neçə? 162 joule. Bu şəkildə olur. Sonraki sualımız yarımkeçiricilərlə bağlı bir sualdır burada da. Termistorun temperaturunu artırdıqda voltmetr və ampermetrin göstərişləri necə dəyişər? Termistor yarımkeçirici cihazdır. Yazırsınız ki, termistorun müqaviməti temperaturdan tərs asılıdır. Temperaturu artırıramsa mən burada, termistorun müqaviməti azalır. Bunu bilək. İndi ampermetrin göstərişini təyin edəndə I bərabərdir, U bölünsün. Bax, rezistoruna termistor necə qoşulub? Paralel qoşulub, ardıcıl qoşulub. Ardıcıl qoşulmada ümumi müqavimətini nə edirik? Toplayırıq. Bu şəkildədir. İndi termistorun müqaviməti azaldısa, cəryan şiddəti nə etməlidir? Artmalıdır. Deməli, ampermetrin göstərişi artır. Bəs voltmetrlərin göstərişinə gəlsəm, U1 bərabərdir R vıraq idi. İndi fikir versəz bura, rezistorda işimiz yoxdur. Biz termistorun temperaturunu artırırıq. Rezistorun, onda müqaviməti dəyişməz. Bu sabitdir. I neynədir burada? I artdı. I artırsa U1 də neynəyəcək? Artacaqdır. Və bu R-lər necə qoşulub? Ardıcıl. Ardıcıl birləşmədə voltmetrlərin, ayrı-ayrı voltmetrlərin göstərişlərinin cəmi mənbənin gərginliyini verməlidir və bu da sabitdir. İndi U1 artdı. U1 artırsa U2 nə etməlidir? Azalmalıdır. Bu şəkildə olacaqdır. 59-cu sual. 59-da nədir? Çevrə üzərə bərabər sürətlər hərəkət edən uzunluğu 2 metr olan radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki göstərilmişdir. Radius vektorunun uc nöqtəsinin xətti sürətinin modulunu hesablayın. V bərabərdir omega R-dir. Düzdürmü? Omega nəyə bərabərdir? Bəs delta phi bölək, delta phi bölünsün, delta phi bölünsün T. Vırılsın R-dir. Delta phi'miz 0-dan 8'e artıb, onda 8'dir. T neçə saniyə artıb? 4'ə. Vırılsın R-imiz də 2 veriblər. Bu da olacaq
4. Deməli 4 metr bölək saniyə. Bizə nə deyir? Surətin modulunun zamandan asılı qrafikini çəkin deyirdi. Qrafikimiz belə olacaqdır. Sabitdir təbii ki. 4-dən sabit. Sonra 60-cı suala baxaq. 60. Çəkisiz çubuqlar üfüq vəziyyətdə tarazlıqda olduqda ipin gərilmə qüvvəsini hesablayın. Burada nəyi bilməlisiniz siz? Bax, bizdən ipin gərilmə qüvvəsini soruşur. Belə məsələlərdə nə edirsiniz? Yadınızda qalsın ki, bizə lazım olmayan hansıdırsa dayağı aparıb onun altına qoyuram. İndi mən dayağı gətirib qoyuram M2-nin altına. Çünki M2 mənə lazım deyil. Mənə T gərilmə qüvvəsi lazım. Təbii ki, bu M2'yi tapıb sonra da T'yi tapmaq olar, amma birbaşa M2'yi tapmıram, T'yi tapacağım. Dayağı hansı qüvvənin altına qoyursa həmin qüvvə sıfırlanır. Buna aşağı doğru da artan mc ağırlıq qüvvəsidir. Neçə newtondur? 120 newton olacaq. Bu hansı istiqamətdə fırlamaya çalışır? Saat əqrəbin əksinə. T isə saat əqrəbi istiqamətdən fırlayır. Dayağı bura qoyunda olur aydın linç məsələsi bu. Buradan dayaqdan mc-yə qədər olan məsafəni saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. mc-nin qolu 8-dir. Yəni 120 vurulsun 8 tarazlıqda olmaq üçün də. T-nin qolu neçədir? 6-dır. Bərabər T vurulsun 6-ya. Buradan T'yi tapsaq T bərabər olacaq 120 vuraq 8 bölək 6. Bu 120 ilə 6-nı, hətta 8-in 6-yı xüsusiyyələyəm. Burada 3 qalsın, burada 4. 120 ilə də 3-ü xüsusiyyələyəm 40 olacaq. 40-ı da 4-ə vuranda 160 newton olacaqdır. Bunu tapdıysa 160, deməli M2'miz də nə imiş? M2J'imiz 40 newtonuymuş da. Çünki T bu ikisinin cəminə bərabər olmalıdır. Növbəti sual 2023-cü ildə qəbula düşmüş bir sualdır. 28-də hava ilə doldurulmuş şar su ilə dolu dərin qabın dibinə iplə bağlıdır. İpi kəsdikdə şar suyun səthinə çatana qədər nə cür hərəkət edər? Müvəffiq düsturu yazmaqla cavabınıza əsaslandırın. Temperatur da sabitdir. Burada bir problem var. Problem nədir? Bu, belə deyək də, şarı bizə elastik sözünü verməlidirlər. Yəni, şara elastik kimi baxanda məsələ tamamilə fərqli olur. Elastik kimi baxmayanda məsələ tamamilə fərqli olur. Onda mən burada şarı elastik kimi götürürəm. Yəni, burada əslində şərtdə verilməlidir. Elastik şardır. Elastik niyə götürdüm? Çünki həcm dəyişə bilsin orada. İndi biz buradan ipi kəsdik. Başlayacaq şar hara qalxmağa? Yuxarı. Səbəb nədir? Bunu yuxarı doğru dartan Arximed qüvvəsidir. Aşağı doğru dartan nədir bəs? mc ağırlıq qüvvəsidir. Və Arximed mc'dən böyük olduğuna görə bu başlayır yuxarı doğru getməyə. Bir V sürətlə yuxarı gedir. İndi burada bir şeyə fikir vermək lazımdır. Biz buradan əvəzləyici qüvvəni yazanda yazırıq ki, F Arximed çıxılsın mc. Və Arximed qüvvəsinin yerinə yazıram Rho maye V cisim, yəni şarın həcmi, J çıxılsın mc. Bax, mayenin sıxlığı sabit. Mayenin sıxlığı sabitdir. Mayenin sıxlığı sabitdir. Bu sabit. J sabit, M sabit, yenə J sabitdir. İndi bu şar yuxarı qalxdıqca şarın üzərindən düşən hidrostatik təzyiq azalır. Çünki P bərabər nəyə? Rho J H-dır. P bərabərdir Rho J H-dır. Yuxarı qalxdıqca hündürlük azaldığı üçün bu P neyini azalır? İzotermik prosesdə temperatur sabit qalanda PV bərabər νRT düsturuna görə P ilə V necə asıldı? Tərs asıldı. Onda P azalırsa V neyinir? Artır. Yəni şarın həcmi artır. Bax, buna görə elastik şar mütləq orada deyilməlidir. Əgər mən şarı elastik götürməsəm, V sabit qalır. Və burada məsələ dəyişir onda. Onda elastik şar götürmüşük, V artdı. V artırsa, əvəzləyici qüvvə yazdıq ki, Rho maye V cisim J çıxaq mc.
İndi mən buradan əvəzləyici qüvvə yerinə EMA-nı qoysam, EMA bərabərdir Rho-maye V cisim J çıxılsın MJ. Bunun hər tərəfini M-ə bölsəm, A bərabərdir Rho-maye V cisim J bölək M çıxaq J. M-ləri ixtisarladım. Bu V artırsa, təcil nə etməlidir? Artmalıdır. Deməli, artan təcillə hərəkət edir bu. Artan təcillə. Təcil olaraq da yuxarıdır. Bunu hardan bildik? Çünki təcil hər zaman əvəzləyici qüvvə istiqamətində olur. Əvəzləyici qüvvə də böyük qüvvə istiqamətindədir. Təcil onda bu istiqamətdədir. Bu istiqamətdə. Təcillə sürət eyni istiqamətlidirsə, necə hərəkət edəcək? Yeniləşən hərəkət edəcək. Yəni sürət də getsə nə edəcək? Artacaq. Ona deyirik ki, artan təcillə yeniləşən hərəkət. Düz xəttli bərabər deməyək, yeniləşən deyəcəklər. Düz xəttli yeniləşən. Hərəkət edəcəkdir. Sonra 29-cu suala baxaq. Siləyin. Müqavimətləri R1 50, R2 150, R3 200 ohm olan rezistorlar şəkildəki kimi dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Aha. 5 saniyə müddətində dövrədə ayrılan istilik miqdarını tapın. Baxın, ümumiyyətlə dəyişən cəryan dövrəsində ayrılan istilik miqdarının düsturunu yazanda bu Joule-Lenz qanunu bölürsüz 2-yə. Buradan yazıram ki, UM-in kvadratı bölək 2R ümümü vurulsun TED. Bax, budur düsturumuz. İndi burada niyə mən U ilə getdim? Çünki mənə U veriblər də. Əlimdə var. U-yu bilirəm, UM-i bilirəm yəni, T-yi bilirəm. Bir dənə nə qalır? Buranın müqavimətini tapmaq. Bəs buranın müqavimətini necə tapacaq? Gəlin ona baxaq. Bu R1, bu R2-dir. Bu isə R3'dür. Bax, bu ikisi ardıcıldır. Bu isə onlara nədir? Paraleldir. Onda belə yazırıq da. Ardıcıl birləşmədə ümumi müqavimət necə tapırdıq? R ümumi bərabər idi. R1 plus R2 idi. Yəni, R1 üstəlik R2 yazıram. Bu da bərabərdir. R1'imiz 50, R2'miz 150. 50 üstəlik 150. Oldu 200. Buranın müqaviməti 200'dür. Bəs bununla bu necə birləşib? Paralel birləşib. Bu da 200'dür. Paralel birləşmədə müqavimətlər eyni olardısa, R ümumi bərabər olurdu. Birinin müqavimətini bölürdük sayına. Yəni 200'ü böləcəm neçəyə? 2'yə. Bu da olacaq 100. Deməli, bizim bu dövrənin ümumi müqaviməti neçədir? 100'dür. Gətirib düsturda yerinə qoysam, Q bərabərdir. Q'ümüz bərabərdir. U kvadratı. Uyumuz neçədir? 200. Yəni 200'ün kvadratı. 200 bırak 200 yazıram bunu. Bölünsün R. Neçə? 2R. 2 bırak 100. Vurulsun T'imiz 5 saniyədir. Bırak 5. Buradan bu 200 ilə bu 200'ü ixtisar eləyərəm. Bu da olar 1000 Joule. 1000 Joule istilik miqdarı ayrılacaqdır. 30-cu suala baxaq. Deməli 30'da nə deyir bizə? 30. Cismin surətinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Hərəkətin ilk 9 saniyədə cismin yer dəyişməsi modulunu hesablayın və yer dəyişmənin qrafikini çəkin. Nə edəcəyik? Baxın. Surət zaman qrafikində grafikin altında qalan fiqurun sahəsi bizə cismin yer dəyişməsini verir. Bax, 3 dənə grafikimiz var. Grafiklə T ox arasında qalan fiqurun sahəsindən söhbət gedir. Bu birinci. S1 deyək buna. S1'i tapanda nə edəcəksiniz? Bu düzbucaqlı üçbucağın sahəsini tapırsınız. 6 vuraq 3 bölü 2. Oldu 9. Bu S2. S2'yi tapanda nə edəcək? Yenə bax, bu üçbucağın sahəsini tapacaq. Bu üçbucağın sahəsini.
3 vuraq, bura 3'dür. Burada mənfi 6'dır. Mənfi 6 bölü 2. Bu da oldu mənfi 9. Üçüncünü tapsaq, yenə bu hissə 3'dür. Bu hissə də mənfi 6'dır. 3 vuraq mənfi 6 bölü 2. Bu da olacaq mənfi 9 idi. Onda mən yer dəyişməni tapanda nə edəcəm? S yer dəyişmə bərabərdir. S1 üstəgəl S2 üstəgəl S3. S1'imiz 9, üstəgəl mənfi 9, üstəgəl mənfi 9. Burada qalır mənfi 9. Çünki bu 9'la bu islah olur, qalır 9. Mənfi 9. Bizə nə deyir? Modul deyir. Modul deyilənə görə ədədi qiymətini götürəcəm. O da olacaq 9 metr. Və bizə deyir zamandan asılı qrafikini çəkin. Proyeksiyasının amma. S2-in T-dən asılı qrafikini çəkəndə nə edəcəksiniz? Baxın, birinci hissə necə hərəkət edir? Yavaşayan. X-ox istiqamətində. Onda qrafikimiz belə. Neçə saniyə yavaşayan hərəkət edir? 3 saniyə. İkinci hissə, bax, bura X-oxun əksinə yerləşəndir. Belə olacaq qrafik. 6 saniyə. Bura düşəcək. Üçüncü hissə isə X-oxunun əksinə yavaşayan hərəkətdir. O da belə olacaq. Burada 9'dur. Buranı onu da qeyd edəsəm, bura neçə olacaq? 9. Bura neçə olacaq? Bəs mənfi 9 yaza bilərəm. Bu şəkildə. Bu da belə. Növbəti suala baxağın. Metal naqilinin hazırlandığı maddənin müqavimətinin temperaturunun əmsalını təyin etmək üçün təsvir olunan dövrə qurulmuşdur. Sabit cəryan mənbəyinə qoşulmuş naqilin temperaturu 0 dərəcə olduqda ampermetrin göstərişi 0,5 olub. Deməli, T1 0 olanda I1'imiz 0,5 olur. Temperatur 200 dərəcə olanda T2 200 olanda I2'miz neçə olub? 0,25 amper olur. Bunları bildik. Mənbəyin daxili müqavimətində nəzər almayın. Metal naqili qızdırdıqda ampermetrin göstərişinin azalmasının səbəbini izah eləyin. Metalların müqaviməti temperaturundan düz asılıdır. R bərabərdir R0, 1 üstəgələ alfa delta T'dir. Onu da gətirib mən burada I bərabərdir epsilon bölünsün. Balaca R'i nəzərə almırıq daxili müqaviməti. R'in yerinə də bu düsturu qoysam 1 üstəgələ alfa delta T. Və göründüyü kimi cəryan şiddəti temperaturundan necə asılıdır? Tərs asılıdır. Səbəb budur. Naqilin hazırlandığı maddənin müqavimətin temperaturun əmsalını hesablayın. Bizə temperatur əmsalını soruşur. Yəni alfanı soruşur. Onun üçün nə edəcəyik biz? Maraqlı sualdır bu. I1 bərabərdir. Yazıram. EHG bölünsün. R0 1 üstə gəlsin. Alfa delta T1 yazacağım bura. I2 də bərabərdir. Yəni EHG bölünsün. R0 1 üstə gəlsin alfa delta T2 yaza bilərəm. İndi buradan delta T nəyə bərabər? 0 dərəcəyə bərabərdir. I1-də bu getdi işinə. Onda I1 nəyə bərabər oldu? EHG bölək R0-a. I2 də ilə bərabərdir. EHG bölünsün. R0 1 üstə gəlsin alfa vurulsun. 0-dan 200 artıb. Onda temperatur 200'dür. Yazdıq belə. İndi bunları tərəf-tərəfə bölsəm mən, I1'i bölürəm I2'yə. I1'imiz neçədir? Bax, I1 bölək I2 yazırım. Bərabərdir. Gəlin tərəf-tərəfə böləyim. Epsilon bölək R0. Burada da epsilon bölünsün. R0 1 üstə gələk nə? 200 alfa. Belə yazaq. Buradan bu EHG-lər getdi. R0'ları atdıq. I1'imiz 0,5'dir. 0,5 bölək 0,25 bərabərdir. Bu 1 üstəcək 200 alfa qalxacaq yuxarı. 1 üstəcək 200 alfa. Bu məxrəcdə də nədir? 1 qaldı da. Bunu yazmağa gərək yox idi əslində. Yazdıq. İndi buradan 0,5-dən 0,25'i ixtisar eləsəm, hər ikisini 100'ə vursam 50 bölək 25 2 olur. Bura 2'dir. 2 bərabərdir. 1 üstəcək 200 alfa. Alfa da bərabərdir. 1'i keçdim yana. 1 bölək 200. 1 bölək 200. 1'i 200'ə böləndə 0,00 deməli 5. Kelvin üstü mənfi 1. Kelvin üstü mənfi 1.
Sonra 30-cu suala baxaq. Uyğun düsturları yazmaqla naqildəki cəryan şiddətinin naqilin temperaturuna asılılığının necə olduğunu əsaslandırın. Koordinat oxlarında uyğun qiymətləri qeyd etməklə cəryan şiddətinin naqilin temperaturdan asılılığını çəkin. Ben siləyim. İndi i bərabər nəyə? EHG bölünsün R0 1 üstəgə alfa delta teta. Düsturumuz budur. İndi inin temperaturdan asılıdır. Necə asılıdır? Tərs asılıdır. 0 dərəcə Selsidə i'imizin bir qiyməti olub və başlayıb neynəməyə? Azalmağa. 0 dərəcədə 0,5 olub. 200 dərəcədə neçə olubdur? 0,125 amper olubdur. Bu da belə. Növbəti suala baxaq. Bu da 2023-cü ildə birinci qrupların ikinci şans qəbul imtahanının sualıdır. 28. Gözə düşən paralel işıq şüaları tor təbəqəsinin önündə kəsişir. Bu gözün hansı görmə qüsuru var və bu qüsuru aradan qaldırmaq üçün hansı linzalı eynəkdən istifadə etmək lazımdır? Cavabınızı əsaslandırın. Deməli, gələn şüalar tor təbəqəsinin önündə toplanırsa, bu yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunda yazırsınız ki, şüalar tor təbəqəsinin önündə toplanırsa, yaxın görmə qüsurudur. Şüalar tor təbəqəsinin önündə toplanırsa, yaxın görmə qüsurudur. Yaxın görmə qüsurudur. Yaxın görmə qüsurunda gözün optik qüvvəsi böyük olur. Yəni, normal gözlərdən daha böyükdür. İndi biz gözün optik qüvvəsini nə etməliyik? Azaltmalıyıq. Ona görə də səpici linzadan istifadə edirik. Gözün optik qüvvəsi böyük olduğu üçün səpici linzadan istifadə olunur. İstifadə olunur. Çünki səpici linzanın optik qüvvəsi mənfidir. Optik qüvvəni azaltmaq üçün səpici linzanı qoyuruq, səpələyir, gətirib tor təbəqəsinin üzərində toplayacaq. 28-ci sualın izahıdır. 29. Nə deyir bizə? Uzunluğu 1 metr olan ipə bağlanmış daş şagilut müstəvidə 2 saniyə üstü-mənfi bir tezliklə fırladılır. Əgər A nöqtəsində ip qırılarsa, daş hansı maksimal yüksəkliyə qalxar? H maksimalın üstünü yazırıq. H maksimal bərabərdir. V0 kvadratı bölə 2J'dir. Və burada bizə deyir ki, müqavimət qüvvəsini nəzərə almayın. V-ni yerinə çevrə üzrə hərəkət edir. 2πrn qoyuruq. Kvadrata yüksəldirəcəm. 4pi kvadratı, r kvadratı, n kvadratı bölə 2 vurulsun 10. 2J və yaxud da 2 vuraq 10. J yazarım hələ ki. Bu da bərabərdir. 4 vuraq 10 vuraq r-imiz 1 vuraq 2-nin kvadratı bölə 2 vuraq 10. J-nin yerinə 2 vuraq 10 qoyduk. Bu J-dir. Buradan da alırıq ki, bu onları ixtisar eləyərik. Bu onlar getdi. Bu 2 ilə də bu 2-in birini ixtisar eləyərəm. Onlar 8 metr hündürlüyə qalxacaqdır. 30-cu sual. 30-da nə deyir deməli bizə? Aha. Sabit kütləli ideal qazın halının dəyişməsi PT, yəni təzyiqin temperaturdan asılıq qrafik verilmişdir. Bu prosesə uyğun VT koordinat sistemində asılıq qrafikini çəkin. Burada bir dənə yer açağım, buranı siləyim. Baxın.
Prosesləri analiz etmək lazımdır. Burada qrafikin çox olmağı sizi qorxutmasın. Onsuz da biz proseslərə bir-bir baxırıq. Birinci 1-dən 2-yə baxacağam. 1-dən 2-yə izobar prosesdir. Yəni P konstantdır. P konstant olanda V ilə T düz asılıdır. Bax 1-dən 2-yə P sabitdir, temperatur artır. V də nə edəcək? Artacaqdır. Bunu hardan bilirəm? İdeal qazın hal tənliyi PV bərabər nü R T. T artırsa, belə deyək də, P sabitsə V də artmalıdır. Onu da 1-dən 2-yə çəkəndə, bax qrafikimizi buradan çəkəyin. V-nin T-dən asılı qrafikini çəkəcəm. Düz asılıdır izobarda, belə çəkəcək. Bura 1, burada 2-dir. Sonra gəlirəm 2-dən 3-ə. 2-dən 3-ə baxın, nə P sabitdir, nə T sabitdir. Onda V sabit qalacaq da. 2-dən 3-ə V konstant. Yəni izoxor prosesdir. Temperatur neyini artır? İzoxordursa V sabit qalacaq, temperatur artacaqdır. Belə. 3-dən 4-ə baxsaz, 3-dən 4-ə nə sabitdir? T sabitdir. T konstantdır. T konstant P artır. İzotermik prosesdə P ilə V necə asılıdır? Tərs asılıdır. P artırsa V nə etməlidir? Azalmalıdır. Qrafikimiz bu şəkildə olacaqdır. Davam eləyək. 15. 15 deyəndə yəni axırıncıdır. Təsvir edilmiş təcrübədə K açarının qapalı halında nal şəkilli maqnitin qolları arasında AB naqili maqnitdən itələnib. Dövrədəki riyastatın S sürgüsünü sola sürüşdürdükdə alfa bucağı necə dəyişər? Baxın, ilk öncə nə etməliyik burada? Prosesə, belə deyəndə, bu AB naqili niyə itələnib, onu birinci tapmalıyıq, səbəbini. Bax, cəryan hardan gəlir? Müsbətdən mənfiyə doğru. Bax, bu riyastatdır, bu hissədən keçir, gəlir, buradan dövrə qapanır, mənfiyə gəlib çatdır. İndi bizim belə bir qaydamız var. Cəryanlı naqilləri maqnit sahəsinə gətirəndə həmin naqilə bir qüvvə təsir edir. Həmin qüvvəyə amper qüvvəsi deyirdik. Bax, bu naqilin, buradakı bu naqilin maqnitdən itələnməyin səbəbi amper qüvvəsidir. Və F amper bərabərdir I, B, L, sinus beta yazacağam. Niyə beta yazıram? Çünki burada alfa bucağı, baxın, bu meyl etmə bucağıdır. Qarışmasın deyə beta yazdım. İndi biz riyastatın sürücü qolunu sola sürüşdürəndə, yəni bura gətirəndə bu səfər cəryan bu qədər hissədən keçir. Baxın, buradan keçəcək cəryan. Bax, bu qədər hissədən keçəcək. İndi sola gətirəndə əvvəlcə bu qədər hissədən keçirdi. İndi bu qədər hissədən keçdi. Uzunluq neynədir? Artdı. Müqavimətin düsturu R bərabərdir. Rho L bölünsün S-dir. Rho L belə S-dir. L artırsa müqavimət neynəyəcək? Artacaqdır. I bərabərdir. Epsilon bölünsün R plus R-dir. Cəryan mənbəyinin daxili müqavimətini deyil, nəzərə almayın. Bunu nəzərə almıram, bu lazım deyil. Aha. R neynədir? Artdı. R artırsa cəryan şiddəti neynir? Azalır. Yazırıq ki, reostatın sürücü qolunu sola gətirəndə reostatın müqaviməti artır. Bu düstura nəzərən. Müqavimət neynədir? Artdı. Bu düstura nəzərən müqavimət artdı. Müqavimət artanda isə cəryan şiddəti neynədir? Azaldı. Cəryan şiddəti azalırsa amper qüvvəsi neynəyəcək? O da azalacaqdır. İndi bu naqili sağa doğru, yəni maqnitdən uzaqlaşdıran qüvvə nədir? Amper qüvvəsidir. Amper qüvvəsi azalırsa meyl etmə bucağı nə etməlidir bu səfər onda? Azalmalıdır. Baxın, belə azalır. Naqilimiz belə meyl edəcək bu səfər. 59-cu sual. Gravitasiya sahəsinin intensivliyinin yer səthində olan hündürlükdən asılı qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun hündürlüyün yerin radiusuna, yəni A nöqtəsindəki hündürlüyü yerin radiusundan deyir, ifadə eləyin. Bax, buranı ifadə eləməliyik. İndi, yer səthində ümumiyyətcə gravitasiya sahəsinin intensivliyin düsturu yer səthi üçün G M bölək R kvadratıdır. Bu bir.
Bəs H hündürlüyü üçün yazsam nə yazacağım? JH bərabərdir. CM bölək R plus H-ın kvadratıdır. Gəlin bunları tərəf-tərəfə böləyim. Yəni JH bölək C0 bərabərdir. JH-ın yerinə yazıram CM bölək R plus H-ın kvadratı. C0-ın da yerinə yazıram CM bölək R-in kvadratı. Buradan ixtisarlarımızı aparalım. Bax, bu CM-lər ixtisar getdim. JH-ın yerinə qoyağın A nöqtəsində necədir? J0 bölək 4. J0 bölək 4. Məxrəsdə bir dənə J0-ımız var. Bərabərdir. Bu R kvadratı yuxarı qalxacaq. R plus H da məxrəcə düşəcək. Bu şəkildə olacaqdır. İndi buradan bu J0-ları da ixtisar eləyən hər tərəfdən kök alağın. 4-də 1-dən kök alında 1 bölək 2 olacaq. Buradan kök alsaq R plus H oldu. Çarpaz vursam 2R bərabərdir. R plus H-a. H da bərabərdir. 2R çıxaq R-ə. Oldu R. Deməli, H hündürlüyümüz nədir? R-dir. 60-cı sual. Burada yer açalım bir dənə. Və 60-da nə deyir bizə? Verilmiş kütləli ideal qazın daxil enerjisinin dəyişməsini ona verilən istiliş miqdarına asılıq qrafiki şəkildəki kimdir? Uyğun düsturdan istifadə edərək qazın həcminin mütləq temperaturdan asılıq qrafikini çəkin. İlk öncə bu prosesi tapmalıyıq. Hansı proses deyə? Bax, delta unun 2-dən asılığıdır. Və burada 45 dərəcədir. 45 dərəcə. İndi buradan bucağı görürəmsə, ağlıma nə gəlir tez? Tangensdən istifadə edə bilərəm mən. Tangens 45 bərabərdir nəyə? Qarşı katet, yəni bu katet delta U bölünsün nə? Bitişik katet Q. Onda delta U-nu böləcəm nəyə? Q-yə. Burada tangens 45 1-dir. 1 bərabər delta U bölək nə? Q. Buradan da alırıq ki, delta U bərabər nəyə? Q-yə. Bu delta U bərabərdir. Q nə deməkdir uşaqlar? Termodinamikanın birinci qanunu Q bərabərdir. Delta U üstəgələ H-dir. Yəni, qaza verilən istiliş miqdarının bir hissəsi daxil enerjinin dəyişməsi, bir hissəsi də nəyə sərf olunur? Görülən işə. İndi mən aldım ki, burada elə verilən istiliş miqdarının hamısı nəyə getdi? Daxil enerjinin dəyişməsinə. Onda burada qazın gördüyü iş nəyə bərabər imiş? Sıfıra bərabərdir. Bəs qaz hansı prosesdə iş görmür? İzoxor prosesdə iş görmür. Yəni, V konstantdır. İzoxor prosesdə. Aha, bu düstura nəzər izoxor deyirəm. İndi bizə deyir ki, qazın həcmi mütləq temperaturdan asılıq qrafikini çəkin. Onda V-nin T-dən asılıq qrafikini çəksəm mən V sabit belə çəkməliyik. Daxil enerji nə edir burada? Artır. Daxil enerji artırsa temperatur artmalıdır. Çünki daxil enerji U bərabərdir 2-də 3, nü R, T-dir. Yəni, temperatur artırsa daxil enerji mütləq artmalıdır. Onda belə olacaq.